Növbəti təcrübə paylaşımı. Deməli müşahidə elədiyim qədərilə məni bir yerdə işlədiyim komanda yoldaşlarımdan daha məhsuldar eləyən şeylərdən biri də sadə qaydalar tətbiq eləməyimdir. Sadə qayda dediyimiz şey, yəni bir şeyi bir formada edirik, amma onun çox yaxın bir bənzəri də var və o bənzərini etmək əslində böyük fərq yaratmayacaq bizim üçün, amma digərinə nisbətdə çox daha yaxşı nəticə verir. Gəlin məsələn buna baxaq. Misal üçün sürücünün maşının qapısını açması. Sürücülər adətən maşını sol əllə açırlar, çünki cəftə sol tərəfdədir. Lakin sağ əl qaydası deyə bir qayda var. Bu sağ əl qaydası o deməkdir ki, yəni qapını sağ əllə aç. Sərnişin üçün baxsaq, sərnişin də eyni formada qapı onun sağında olur, o isə sol əllə açsın. Bəs bu qayda nə qazandırır sürücüyə və ya sərnişinə? Maşından düşən zaman yaxşı olar ki, güzgüyə baxaq. Sol əllə qapı açıldıqda bədən dönmür, olduğu kimi qalır. Və nəticə olaraq biz güzgüyə baxmağı unuduruq, güzgüyə baxmamış oluruq. Amma sağ əllə açmaq istədikdə, görürsüz, bütün bədən istər-istəməz sağa doğru dönür. Və bu bizim daha çox güzgüyə baxmağa və ya sağdan gələn hər hansı bir şeyi görməyimizə səbəb olur. Bu arada bu qayda bəzi Avropa ölkələrində hətta sürücülük imtahanına düşən bir qaydadır. Sağ əl qaydası adlanır və ya Holland qaydası adlanır. Baxın görürsüz, eyni şeydir. Sol əllə açmış, sağ əllə açmış. Burada sadəcə kiçik bir şey lazımdır ki, vərdiş. Bu vərdişi qazanaraq bundan sonraki həyatımız boyunca bundan faydalanacağıq. Bax bu adlanır sadə qayda. Və bu sadə qaydaları çox yerdə tətbiq edə bilərsiniz. Həyatın bir çox yerində tətbiq edə bilərsiniz. Məsələn, mənim bir otaq yoldaşım var idi. O evdən çıxanda əvvəlcə lifti basırdı, sonra gəlib qapını bağlayırdı. Baxın, bu əslində paralelizm nümunəsidir bir neçə gün əvvəl danışdığımız. Niyə? Çünki evdən çıxanda qapını bağlasa, sonra gedib lifti bassa, heç bir zaman qazanmış olmayacaq. Amma lifti basır, liftin gəlmə vaxtı zamanı gedir qapını bağlayır. Nəticə olaraq nə olmuş olur? Nəticə olaraq liftlə paralel işləmə fürsəti qazanmış olur. Baxın, paralelizm nümunəsidir. Möhtəşəm paralelizm nümunəsidir, yəni belə qəşəngdir. Və mən də tətbiq edirəm bu arada. Ondan sonra onu ilk dəfə gördüm, eşitdim. Dedim, mən bunu necə qaçırtmışam dedim. Təşəkkür elədim və ondan sonra başladım istifadə etməyə. Lakin mən bunu biraz da inkişaf elətdirdim. Qapını örtürdüm, sonra gedirdim lifti basırdım, sonra gəlirdim qapını bağlayırdım. Lakin gördüm ki, bu mənim bəzən qapını unutmağıma səbəb olur. Mən sadə bir qayda tətbiq elədim. Dedim ki, evdən çıxanda qapını açıq qoyacağam. Qapını tam açıq qoyuram və gedirəm, lifti basıram və gəlirəm, ondan sonra qapını bağlayıram. Bu formada özümə sadə qayda qoydum və ondan sonraki dövrdə ondan faydalandım. Və bu sadə qaydalar hər yerdə var. Mətbəxdə, işdə, VC-də, hər yerdə. Bu sadə qaydaları sadəcə yavaş-yavaş həyatımızın bir hissəsinə çevirmək və onlardan faydalanmaq lazımdır. Ümid edirəm faydalıdır. Növbəti videolarda görüşənədək.